Answer the question according to the passage. Mətnə əsasən suala doğru cavab seçin. Why should we limit our time on the internet? Nəyə görə biz internetdə vaxtımızı limitləməliyik? Mətnimizin son hissəsində bu haqda məlumat qeyd olunmuşdur ki, həddən çox vaxt keçirmək sağlamlığımız və sosial həyatımız üçün pis ola bilər. Və bu səbəbdən biz ehtiyatlı olmalıyıq. Qeyd olunan məlumatımızı isə biz B variantında görürük. Because it can be bad for our health. Çünki o sağlamlığımız üçün pis ola bilər. A variantında because smartphones are not as useful as computers. Çünki smartfonlar kompüterlər kimi faydalı deyil. Because it was originally created only for scientists. Çünki o sadəcə alimlər üçün yaradılıb. Because it's very old invention from the 1960s. Çünki 1960-cı illərdə daha qədim bir ixtiradır. Because sharing information across the globe is very difficult. Çünki dünyada məlumat paylaşmaq çox çətindir. Və məlumatlar mətnə əsasən verilən sualın cavabına görə yanlış qeyd olunmuşdur. Doğru cavabımız B variantı hesab olunur.